Salam əziz tələbələr. İntensiv sınaqlarımızdan sınaq 18-in izahı ilə qarşınızdayım. Deməli, diqqətlə baxacağıq. İlk sualımız şəkil analizi ilə bağlı bir sual tipidir. Bu tip suallar artıq çox işləmişik. Bilirik ki, bizə lazım olan birinci və ikinci fiqurların hər hansı birində olub, üçüncü fiqurda olmayan xətlərdir. Variantlar arasındakı fərqlərlə işləyəcək ki, rahat şəkildə də bax. Məsələn, A variantı ilə D arasındakı fərqə baxın. Burada mərkəzdə belə şaquli xətt yoxdur, amma burada mərkəzdə şaquli belə bir xəttim var. Və ya belə bütöv düşünsək, burada baxın aşağı hissəsi var, yuxarı hissəsi yoxdur. Burada bütövdür. Burada isə yuxarısı var, aşağısı yoxdur. Bu üç variantdan ən az ikisi nədir? Yanlışdır. Baxın, söhbət bu xəttdən gedir. Mən gəlib baxıram ki, burada bütöv şəkildə bu xəttin verilməyib. Deməli, bütöv şəkildə verilməlidir artıq. Y yanlışdır, yarısı var, yarısı yoxdur. A yanlışdır, yarısı var, yarısı yoxdur. Deməli, əlimizdə qaldı B, C və D. İndi B variantı ilə D variantı arasındakı fərqə baxın. Qara nöqtədən, yuxarıdakı qara nöqtədən sola doğru bir xəttim gedib, amma D-də getməyib. Söhbət hansı xəttdən gedir? İkinci şəkildə olan, baxın, bu xəttdən gedir. Qara nöqtədən sola doğru belə bir xəttimiz gedib. Və bu xəttimiz üçüncü şəkildə yoxdur. Yoxdursa mütləq cavab variantında olmalı idi. D-də yoxdur, D yanlışdır. Qaldı B ilə C. Baxın, aralarındakı bir fərqə baxanda, burada sağ tərəf aşağıda belə bir xətt görürəm, amma B-də yoxdur. Söhbət baxın bu xəttdən gedir, ən sağ aşağıdakı xəttdən və bu xəttimiz burada verilməyib. Verilməyibsə mütləq cavab variantında verilməlidir. B-də verilməyib deyə B yanlışdır. Doğru cavabımız olacaq C variantı. İkinci sual bir anagram sualdır. Birincinin sonucu olmalıdır, sonu olmalıdır. İkincinin başlanğıcı olmalıdır verilmiş anaqramımız. Deməli, burada nə olacaq? C variantı olacaq. Baxın, etibar, barama. Həm birincinin sonu alındı, həm ikincinin başlanğıcı alınmış oldu. Doğru cavabımız oldu C. Variantlarda anaqramlar yerlərini dəyişib hərflər. Amma burada yuxarıda dəyişməyib. Ardıcıllıq qorunmalıdır. Sadəcə variantlarda yerlərini dəyişib. Buna diqqət etdirməliyik. Üçüncü sualımız şəkil ardıcıllığıdır. İndi baxın, mənim bu figurum diqqətlə baxmış olsaq, diaqonalım 45 dərəcə hərəkət edib alıb bu vəziyyəti. 45 dərəcə hərəkət edib aldı bu vəziyyəti. 1.45 də hərəkət etsə alacaq şaquli, baxın bu vəziyyəti. Yəni şaquli vəziyyətdə olmalıdır. B yanlışdır, A yanlışdır, C yanlışdır, şaquli xəttim yoxdur. Qaldı 2 dənə variant, D və Y. İndi kiçik xəttə baxıram, buradadır. Bu bucaqdan düşdü bu bucağa. Buradakı bucaqdan keçdi, baxın, buradakı bucağa sadəcə bunun üstə düşüblər deyə görsənmirlər. İndi bir də hərəkət etsə, baxın, buradan hara keçməlidir? Bu bucağa keçməlidir. Yəni bu vəziyyət alınmalıdır. O da bizi yeganə Y variantındadır deyə doğru cavabımız olur Y. Dördüncü sual. Öncəki sınaqlarımızda da vardı buna bənzər sual. Sual işarəsinin əvəzinə, yəni Y-in qiymətini tapmalıyıq. İndi diqqətlə baxın. Mən görürəm ki, X 6 olanda Y neçə olub? Kəsişmə burada 8 olub. 0 olanda isə 13 idi. Bunu buradan görmək olurdu. Deməli, 0-dan 6-ya nə qədər artıb bu? 6 vahid artıb. Bu isə 13-dən 8-ə azalıb. Nə qədər azalıb? 5 vahid azalıb. Deməli, bu 6 artanda digəri 5 vahid azalırdı. Buna görə mənfi 5 yazıram. İndi mən tapmalıyam ki, bəs X 42 olanda Y-imiz neçə olacaq? Azala-azala gedir, amma bunu mütləq nəzərə almalıyam. İndi bu zaman Y burada nəyə bərabər olmuş olur? 6 mənfi 5-ə uyğundursa 42 də Y-ə uyğundur. Buradan Y bərabər olmuş olacaq. 42 vurulsun mənfi 5 bölünsün 6-ya. İndi burada ixtisarlar getsə nə alır? Mənfi 35 alınır, amma o mənfi 35 cavabı yoxdur. Təbii ki də olmayacaq. Olsa da götürə bilməzdik. Çünki axı məndə bu mənfi 35-in elə 13 hissəsi buradadır. Gərək bu 13 bitsin ki, sonradan mənfi qiymətə düşsün. Deməli, bəli, Y-in qiyməti 35-dir. Amma bu 35-in 13-ü buradadır. Geri qalan isə haradadır? Aşağıdadır. Bu halda 35 ilə 12 fərqi neçə eləyəcək? 22 eləyəcək. Deməli, baxın, 35-in 13-ü buradadır, 22-si də aşağıdadır. Və ya belə deyək, 13-ü baxın buradadır, 22-si də aşağıdadır. Cəm, mənfi 22, burada da 13. 13-dən 22 çıxanda nə qalacaq? Mənfi 22-ni çıxanda. Belə deyə bilərik, 13 çıxılsın mənfi 22, bizə verəcək 35-i. Həqiqətən 35 almış olacaq. Tamamilə doğrudur. Daha sonra keçirik, burada cavabımız oldu A variantı. Keçirik 5-ci sualımıza. Ardıcıllıq sualıdır. Yazıb ki, birinci və ikinci ardıcıllıq arasındakı qanuna uyğunluğa əsasən 3-cü ardıcıllıqla bağlı olan 4-cü ardıcıllığı müəyyən edin. Deməli, baxın, 3-ü vurmuşam 4'e 12, 2 çıxmışam 10. 4'e vurmuşam 40, 2 çıxmışam 38, 4'e vurmuşam 152.
İkinci ardıcılıqda 3-ə vurmuşam 12, 3 çıxmışam. Daha sonra baxaq, bəli, 3-ə vurmuşuq 27, 3 çıxmışıq, 3-ə vurmuşuq sonunda. 4-ə vurduq, 2 çıxdı, 3-ə vurdu, 3 çıxdı. Vurub çıxma var, elə deyil. İndi 3 ilə 4 arasında belə bir ardıcılıq, belə bir qayda qanunluq tapmağa çalışacağıq. 144-ü bölürük neçə 3-ə? Alırıq 48-i. Üstə gəlirik neçəni? 6-nı, alırıq 54-ü. Bölürük 3-ə 18-i, üstə gəlirik 6-nı, alırıq 24-ü. Bölürük 3-ə, alırıq 8-i. Deməli 3-ə bölüb toplayıb. Yenə burada bölmə toplama olmuş olacaq. Bölüb sonra toplamış olacaq. Çünki vurub çıxırdıq, vurub çıxırdıq. Bənzər ardıcıllıq idi. Amma ədədlər dəyişmişdi. Burada yenə şərt deyil, amma 3-ə bölüb üstə 6 gəlməmiş. Çünki burada yenə də vurub çıxmamışdıq. İndi gəlib burada baxıram. Bölmə olmalıdır birinci ilk növbədə. Bölmə olan 72 3-ə bölsəm. Baxın bu bölmə deyil, bölmə deyil, bölmə deyil. 72 3-ə bölsək. 4-ə bölsək. 18 üstə 6 gəlsə 24. 4-ə bölsək 6, üstə 6 gəlsə 12, 4-ə bölsək 3. Ödədi. Bəs digərinə baxmış olacağıq. Burada isə baxın 3-ə böldü. Daha sonra nə edəcək? 3-ə bölüb 129-u böldü 3-ə 43. Daha sonra üstə gəlir 5-i 48. Növbəti 3-ə bölür 16. Üstə gəlir neçəni? 5-i 21. Burada bölür 3-ə. İndi hansını götürəcəyik? İndi diqqətlə baxın. Burada ədədlərimin ikisi də dəyişmişdir, elə deyil. 4 və 2 idi, burada olmuşdu 3. Yenə burada ədədlər dəyişməlidir. 3 və 6 var idi. Mən artıq 3 və 6 olanı götürə bilməzdim. Amma hər ikisində var qarışıq şəkildə. Əsas bizdə dəyişən hansı idi? 4-ə vurduq 2 çıxdıq, 3-ə vurduq 3 çıxdıq. Əslində hər ikisi dəyişib. Burada da əslində hər ikisi dəyişməli idi məntiqən. Sadəcə burada biri dəyişib, biri dəyişməyib. Burada hər ikisini əslində doğru cavab kimi götürmək olar. Amma başlanğıcda biz hansını daha məntiqli götürə bilərik? Təbii ki, ən məntiqli götürə biləcəyimiz cavab B variantıdır. Bölmələri, baxın, birinci ədədlər dəyişdi. İkinci ədədlər buna nisbətən dəyişir. Yəni, birincinin dəyişməsinə nəzərən dəyişdiyi üçün əsas birinci ədədlərin dəyişməsi deyə düşünəcəydik. Burada 3 olduğu üçün biz 4-ü götürəcəydik. 4-ə bölməni götürmüş olacaqdıq. Amma yenə də məntiqən hər ikisi doğrudur. Hər ikisində eyni qayda qanunluq var. Müəyyən qədər burada ədədlər dəyişilməli idi. Yoxsa hər ikisi B və D-nin hər ikisi doğru qayda qanunluğa əsaslanmış olur. 6-cı sual şifrə sualdır. Bu tip şifrələr dedik ki, üstün baxırıq. V, T, Ş, H və D. Hamısı fərqlidir. I və Ə. Baxın, 3 dənə hərfi var ikinci sütunda. 2 dənə I hərfi. Gəlib burada ikinci sütuna baxanda görürəm ki, 3 dənə 8 var. Deməli, Ə hərfinin şifrəsi 8-dir. Harada Ə-ni görürəmsə, yerinə 8 yazıram. Daha sonra növbəti harada i-nin də artıq şifrəsi nə olacaq? 5 olacaq. Harada i-ni görürəmsə yerinə nə yazacağam? 5 yazılmış olacaq. Baxın, sondan ikinci rəqəmi 5 olan bir dənə şifrəm var burada. O da hansıdır? 486.000 olan. Deməli, 486.757. Deməli, təhdid sözünün şifrəsini birbaşa nə etdik? Tapdıq. Bizdən eləməz təhdid istəyirdi. O da nə oldu? 486.757. Yəni, C variantı olmuş oldu. Artıq digərlərini tapmağa heç ehtiyacımız yoxdur. 7-ci suala baxırıq. Baxın, variantlardan görünür ki, bəzi fiqurların birləşməsi bizə burada verilən əsas şəkili verəcək. Bir-bir variantları yoxlamaq lazımdır. 1 ilə 4-ün birləşməsinə baxmış olsaq. Baxın, mən biri hara çəkəcəm? Biri çəkəcəm bu hissədə, kənarda, baxın bu hissəyə. Tam bura bənzəyir əslində. Təbii ki, biraz sərgəli çəkmiş olsam daha yaxşı olacaq. Deməli, baxın, bu bizim 1 nömrəli fiqurumuzdur sanki. 1 ilə nə birləşib? 4 birləşib. Amma mən baxıram ki, bu 4 ilə burada qalan fiqurun əlaqəsi yoxdur. Ən azından bu hissə, bax, yuxarı hissə nazikdir, bu hissə daha qalındır. Yəni, 1 ilə 4 deyil. Sonra 3-dən 5-ə baxıram. 3 budur, 5 budur. Artıq elə baxanda görünür ki, baxın, tərəflərin sayı uyğun gəlməyəcək. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə güşəsi var. Bunun 1, 2, 3, 4, 5, 6, 6 güşəsi var. B-nin uyğun gəlmə ehtimalı yoxdur. Sonra 2 ilə 4. Baxın, 1, 2, 3, 4, 5, 6, 7. 7 güşəsi var. Saxlayıram hələ ki. Sonra 1 ilə 3, 1, 2, 3, 4, 5, 6, 7. 7 güşəsi var. 2 ilə 5, 1, 2, 3, 4, 5, 6, 7. 7 güşəsi var. Artıq məcburuq vəziyyətləri yaratmağa çalışaq. İndi baxın, 2 və 4-ü yaratmağa çalışmış olsaq, bu 2-dir. İndi 2-ni necə, hara yerləşdirmək olar deyə düşünsək. Baxın, 2-ni biraz fırladacam bu istiqamətdə, çox yox, biraz. Baxın, qoyacam bura.
Burada 90 dərəcəyə bənzər görünən hissə baxın burada da əslində. Sadəcə biraz fırlatmışam fiquru. Fırladıb yerləşdirirəm. O halda necə alınacaq? Deməli 4 dənə güşəsi bura düşmüş olur. 1, 2, 3, bir də bura 4. Deməli, baxın bu bizdə oldu. 2 nömrəli fiqur. O fiqurun müəyyən bir hissəsi daha doğrusu. Və burada bu xəttimiz var. Bunu da çəkək. Baxın bu xətt də buradadır. İndi geri qalıb 3 dənə güşə. O da həqiqətən 4 dənə əmələ gələcəkmi? İndi diqqətlə baxmış olsaq, biz bunu necə fırladıb yerləşdirə bilərik? Baxın bu hissəni görürsünüz, bu hissəni. O gəlib düşəcək bura. Bu hissələr daxildə qalan hissələrdir. Növbəti baxın bu hissəsi buradır, doğrudur. Bir dənə bu qalır. Bu da baxın tam bura gəlmiş olur. Bu daxildə olacaq deyə bu hissənin heç bir əhəmiyyəti yoxdur. Həqiqətən onu birləşdirdikdə 2 və 4-ü deməli vermiş şəkil almaq olur. Cavabımız olur C. Artıq digərlərini yoxlamağa da ehtiyacımız yoxdur. Onsuz da görünür əslində ki, baxın bu gəlib düşəcək bunun burasına. Bunun bu hissəsi gəlib düşəcək bura. Bu düz xətti gəlib düşəcək bu düz xəttin üstə. Tam doğru bir vəziyyət alınmış olacaq. 8-ci sual təkrar olan bir sual təəssüf ki. Deməli, mən K ilə A-nı toplamışam, almışam 2L plus 2-ni. Bir kənardan yazıram. K plus A bərabərdir 2L plus 2-yə. L ilə M-i toplamışam. L plus M, daha doğrusu B-ni bərabər olub 2M plus 7-yə. Sonda M ilə C-ni toplamışam. M plus C bərabər olub 2K plus 1-ə. Dedik ki, hamısı elə hərflərdir. Biraz qarışıqsa tərəf-tərəfə toplamağı yoxlamaq daha məqsəd uyğundur. Mən indi bunları tərəf-tərəfə toplayıram. Nə alır o zaman? K plus L plus M plus A plus B plus C bərabərdir. 2L, 2M, 2K. 2M, 2L və 2K plus 2, 7, 1 cəmi 10'dur. Plus 10. İndi baxın, ABC cəminin buradan 5 olduğunu bilirəm. Deməli, onu silib yerinə yazıram 5'i. K plus L plus M plus 5 bərabər olur 2M plus 2L plus 2C'yə. Biraz 2K'ya plus uzatmış ola bilərəm. Çox əhəmiyyət vermirsiniz. İndi mən hər iki tərəfdən bir K ilə M-i silirəm. Hər tərəfdən birini silmiş olsam nə qalacaq? Bu 10'u da atıram sol tərəfə. 5'dən 10 çıxanda nə qalır? Mənfi 5. Mənfi 5 bərabər olur M plus L plus K'ya. Deməli, K ilə M cəmi nəyə bərabər oldu? Mənfi 5'ə bərabər oldu. Məndən deməsə onu istəyirdi. Deməli, cavabımız olur B variantı mənfi 5. 9-cu sual. Nəticə böyük ehtimal bu hissədə fərqli yerdə verilib və böyük bir fiqurun içərisində verilib. 16 vursaq 4'ə nə alırıq? 64. Kök alsaq 8. 2 vursaq 8, 16. Kök alsaq 4. 72 vursaq 2, 144. 144'dən kök alsaq nə alacaq? 12 almış olacaq. Deməli, cavabımız oldu B. Növbəti 10-cu sual yazıb ki, Quba, Lənkəran, Qəbələ, Şamaxı və Şirvan rayon məhkəmələrinin hakimləri 2019-cu ilin fevralının 4, 7, 12 və 27-sində Cinayət Məcəlləsinin 163.1 jurnalistlərin qanuni peşə fəaliyyətlərinə mane olma nəsə burada maddələr verilib və bir sürü şey yazılıb. Təəssüf ki, bu mətni həll etmək məcburiyyətindəyik. İndi bir kənarda bir qeyd dəftər açacağam və orada qurmağa çalışmış olacağıq. Bu sualı artıq bura salanda ilk dəfədir. İndi peşman oldum. İmtahana belə bir ağır sual düşmüş olsa təbii ki, necə düşəcək? 3 suallıq düşəcək ki, ən azından 3 sualı cavablaya biləsiniz. Sualda mən nə etməliyəm ən sonunda? Deyək ki, aşağıda yazılanlardan istifadə edərək tapşırığı yerinə yetirin. Müəyyən bir məlumatlar verilib, sonunda da tapşırıq nədir bizdə? Bunu biraz kənara çəkim. Deyir, cərimələrə uyğun həmin cərimələrin təyin olduğu məhkəmə iclaslarının ardıcılığı ilə düzün. Onların qiymətlərini tapmalıyam. Hər məhkəmə iclasının məsələn hansı cərimə, hansı cinayət məcəlləsi üzrə həyata keçirilib və orada cərimə nə qədərdir bunu tapmağa çalışmış olacağıq. Deməli, bizdə burada şəhərlər qeyd olunmuşdu. Quba, Lənkəran. Gəlin biz şəhərlər yazaq bir kənardan. Qubadır. Biraz qələmimizi böyüdəcəm. Qələmimizi biraz böyütdük, bəli. İndi şəhərlər hansılardır? Quba, Lənkəran, Qəbələ, Şamaxı, Şirvan. Bunları yazdıq. Aşağıdan yazıram nələri? Bizdə nələr verilib? Maddə verilib. Maddəni bu şəkildə qısa yazıram. Sonra bizə verilib cərimə məbləği. Cəriməni qısa şəkildə yazıram. Daha sonra bizə verilib başqa nə? Bir də kim olduqları, proqramçıdır və s. və ilə axır konkret onların şəxslərin
nələr verilib? İxtisaslar verilib. Bəli. Harda yazılıb o da? Baxın buradadır. Direktordur, müəllimdir, proqramçıdır, mühəndisdir, memardır. 1, 2, 3, 4, 5, 5 nəfərdir. 1, 2, 3, 4, 5, 5 dənə şəhərdir. Bir də yazıram ixtisas. Deməli, 4 dənə faktorla belə bir cədvəl qururuq. Daha sonra da verilən məlumatlar əsasən bu cədvəli qurub yekunlaşdırıb sual cavablamaya çalışmış olacaq. Bir xeyli vaxtımız gedəcək təbii ki, bu tip mətnlər bir xeyli vaxt aparan mətnlər olmuş olur. Deməli, indi keçib bir-bir oxuyacağıq, görək bizə verilən məlumatlar nələrdir. Axır ki, cədvəlimizi də qurub yekunlaşdırdıq. Deməli, yazılıb ki, proqramçı və direktorun cinayət işləri üzrə iclasları ayın cüt günlərində keçirilib. Ayın hansı günləri var? Mən gəlin bu yuxarıda olan məlumatlarımızı aşağıdan bir yerə yazdım ki, hər dəfə bu məcburiyyət daxilində qalmayaq ki, onu götürüb bir yerə köçürmək. Deməli, ayın 4-ü, 7-si, 12-si və 27-sidir. Deməli, 4-ü, 7-si, 12-si və 4-ü var. Hardan yazdım mən bunu ki, rahat olsun. Elə burada bir yerdən boş yer tapsam qeyd edəcəm. Deməli, 4-ü, 7-si, 12-si və 27-si də ay. Və burada bir dənə maddəmiz qalıb. O da hansıdır? Jurnalistlərin qanuni peşə fəaliyyətinə görə 163.1-dir. Bir də bunu yadda saxlasaq kifayətdir. İndi düşür aşağı. Deməli yazıb ki, proqramçı və direktorun cinayət işləri üzrə iclasları ayın cüt günlərində keçirilib. Proqramçı və direktor ayın cüt günləridir. Hansılar ola bilər? 4 və 12. Proqramçı və bizdə kimdir o? Mühəndis idi. Səhv etmirəmsə direktor idi. Xeyr. Deməli, bunlardan biri 4-üdür, biri 12-sidir. Amma hansı olduğunu bilmirəm. Bunlar yerlərini dəyişə bilərlər. Artıq bilirəm ki, geridə qalan müəllimlə kim qaldı bizdə? Jurnalist qaldı. Müəllimlə jurnalistimi dəqiq bir daha baxaq onlara. Memar, mühəndis, proqramçı və direktor. Elə deyil, direktor, müəllim, proqramçı və mühəndis. Onları doğru yazaq. Deməli, proqramçı ilə bizdə direktor getdi, müəllimlə memar qaldı. Bir də təbii ki, mühəndis. 5 nəfərdirlər axı. Deməli, müəllim qalıb, memar qalıb və bir də qaldı bizdə kim? Müəllim, memar və dedik ki, mühəndis. Bunlar qalıb bizlərə ki. Amma ayın tarixinə baxanda biz neçə tarix gördük? 4 dənə tarix gördük. 4-ü, 7-si, 12-si və 27-si. Bu o demək edir ki, bizdə artıq burada dəqiq baxaq, bəli 4 dənə tarix idi. Deməli, hər hansı bir gündə 2 dənə iclas keçirilir. Bunu artıq buradan təxmin etmək olur. İkinci cümlə nə yazılıb? Adlandırılması eyni hərflə başlayan təqsirləndirilənlər cinayət məcəlləsinin 165, 166 və 166.1 maddələri ilə cəzalanaraq cərimə olunublar və bu cərimələrin cəmi 650 manatdır. Deməli, baxın, adlandırılması eyni hərflə başlayan təqsirləndirilənlər. Hansılar var bizdə? Müəllim, memar və mühəndis. 3 dənədir. Bunların deməli nə olacaq maddələri? Bir kənardan yazıram. Müəllim, memar və mühəndisdir. Bunlarda müvafiq olaraq yazıb eyni hərflə başlayan və maddəli cəzalandırılanlar. Hələ ki müvafiq olaraq yazmıram. 165.2.1 dəqiq bilmədiyim üçün hər iki saxlayacağım. Sadəcə altdan qeyd edəcəm ki, bunlar olmalıdır və 166.1. Bu məddələrdir və cəmi 650 manatdır. Ümumi cərimələrinin. Cərimələr nə qədər idi bizdə? Yuxarıda qeyd olunub ki, 100, 150, 300, 400 və 600. Deməli, hansıların cəmi 650-ni verir? 100, 150, 250, 400 də burada 650. Deməli, 100, 150 və 450. Amma hansına düşür, hələ ki bilmirəm. Bunu mütləq bilmək lazım uşaqlar. Dəqiq deyil bu yazdıqlarım ki, hansındadır. Sonra, Şirvanda əmlaki müsadirəsinin yer aldığı iclas ən birinci olmayan və Lənkəranda keçirilən məhkəmə iclasından gec, axırıncı olmayan və Qəbələdə keçirilən məhkəmə iclasından tez baş tutub. Deməli, mən buradan bilirəm ki, Şirvanda əmlaki müsadirəsi ilə bağlı iclas keçirilib. Əmlaki müsadirəsi hansıdır? Müəlliflik hüquqlardır, ixtiraçılıq və patentdir, integral sxemdir, folklor nümunələrdir. Yəqin ki, digər tərəfdə qalan da bizdə o idi. Digər tərəfdə qalan hansıydı? Biraz aşağı çəksəm görəcəyəsində 163.1 jurnalistlərin qanuni peşə fəaliyyətlərinə görə olandı. Müəlliflik hüquqları 165.2.2-dir. Burada nə yazılıb? Əmlaki müsadirəsinin yer aldığı iclas. Mən konkret burada bilmirəm hansı maddə ilə əmlakin
belə deyək, nə yazılmışdı burada? Əmlakın müsadirəsi hansı maddə üzrə olduğunu 100% deyə bilmərəm. Çünki birbaşa onunla eyni adda olan bir burada maddəm yoxdur. Amma buradan nəyi bilirəm? Şirvanda əmlakın dil müsadirəsinin yer aldığı iclas ən birinci olmayan Lənkəran. Lənkəran ən birinci deyilsə, deməli Lənkəran ayın 4-ü deyil. Burada tarixlər də qeyd etməliyik, elə deyil. Buradan da yazıram tarixlər. Gəlin altdan qeyd edək. Buradan yazıram tarixləri. Bilirəm ki, artıq Lənkəran ayın 4-ü deyil. Bu deyil Lənkərandan gec olub. Deməli, əvvəlcə Lənkəranda olub, Lənkərandan sonra Şirvanda olub. Bunu bildik, amma Lənkəran ayın 4-ü deyil. 4-ü deyilsə hansılar ola bilər? Digər tarixlərimiz var, 7-si, 12-si bunlar ola bilər. Ya 7-si olacaq, ya 12-si olacaq. 27-si də olmayacaq, çünki ondan sonra olan var. Şirvanda ondan gec olub. Deməli, burada 27 də ola bilməz. 27 yazıb üstdən xətt çəkirəm. Daha sonra davamında yazılmışdı ki, ən birinci olmayan və Lənkəranda keçirilən məhkəmə iclasından gec axırıncı olmayan və Qəbələdə keçirilən məhkəmə iclasından tez baş tutub. Deməli, Qəbələdə olandan tezdir Şirvanda olan və onu bilirəm ki, ən axırıncı olan deyil Qəbələ. Ən axırıncı 27-sidir. Deməli, Qəbələ 27-si deyil. Buradan 27-ni yazıb üstdən xətt çəkirəm. Və nəyi bilirəm? Bu Qəbələdən tezdirsə, 27-si ola bilməz artıq. 27-si olsa, Qəbələ bundan gecisi 27-sindən gec tarix yoxdur. Deməli, Şirvan 27-si olmayacaq. 27-si yaşamaq olacaq, ya da ki, qubu olmuş olacaq. Artıq bunu bilirik. Deməli, əslində burada bizim bir dənə kiçik mətndə yanlışlığımız var. Heç bir halda çünki qurulmur və mətnin özünə də baxdım. Burada əslində ayın 15-i də var ki, biz ayın 15-ini qeyd etməmişik mətndə, təəssüf ki. Ona görə cavabı böyük ehtimal ala bilməyəcəkdik. Ayın 15-i də var. İndi mən bu ardıcılığı qura bilərəm. Baxın, Lənkəran 4-ü deyil. Amma nisbətən Lənkəranda nə olub? Tez olub. Deməli, ayın 7-si olacaq Lənkəranda, o zaman 12-si olacaq Şirvanda və bu sonuncu nə idi bizdə? Quba idi, elə deyil. Qəbələ idi. Qəbələdə isə olacaq 27-si ola bilməz deyə 15 olacaq. Bunları artıq 100% bilirik. Gələ belə yuxarıdakı mətnlərdə qeyd edirəm yerinə, yuxarıdakı daha doğrusu hissələrdə. Bilirəm ki, Şirvan məndə oldu 12-si, Lənkəran oldu 7-si, Qəbələ oldu 15-i. Bunları qeyd etdik. Deməli, 7, 12 və 15 getdi. Qaldı 4 ilə 27. Mətndə təəssüf ki, ayın 15-i qeyd olunmamışdı. Böyük ehtimal orada siz artıq çətinlik çəkmiş olacaqsınız. Daha sonra baxırıq davamına. Sonra yazıb ki, proqramçının cəriməsi bütün cərimələrin orta qiymətinə ən yaxın olan deyil. Deməli, gəlib baxırıq cərimələrimiz nə qədər idi? Orta qiymətə ən yaxın olmayan hansı olacaq? Gəlin birinci orta qiymətlə bax. 600, 400, 1000, 1300, 1400, 1500 neçə alınır? 50 alınmış olur. 250, 550, bəli, 1550. 1550-ni mən nə edirəm burada? Bölürəm 5-ə. Nəyə görə 5-ə bölürəm? Çünki 5 dənə say var burada. Bu bizə verəcək neçəni? 3, 1, 310 vermiş olacaq. 310-a ən yaxın olmayandır deyir. Ən yaxın olan deyil və ya olmayandır. Eyni mənəyə gələcək. Ən yaxın olan deyil. Deməli, 310-a ən uzaq hansıdır? Baxın, 100-dən nə qədər fərqlənir? 210 qədər fərqlənir. 150-dən 160 qədər fərqlənir. 300-dən 10 fərqlənir. 400-dən 90 fərqlənir. 600-dən nə qədər fərqlənir? 290 fərqlənir. Ən çox fərqlənən hansıdır? 600-dür. Amma biz birbaşa deyə bilmərik ki, Şirvanda olan, daha doğrusu proqramçının ki, məhz 600-dür. Çünki ən yaxın olan deyil deyir. Ən yaxın olan hansıdır? 300-dür. Və bu deyil. Deməli, proqramçı 300 deyil. Bunu bildik artıq. Daha sonra proqramçının yanına mən 300 yazıram. Bunun üstdən xətt çəkirəm. Bunu bildik. Və burada belə bir məlumatımız var idi. Baxın, diqqətlə baxmış olsaydıq, bunu biraz yuxarı çəkək. Burada bilirdik ki, müəllim, memar və mühəndis 100, 150 və 450-dir. Əlimizdə nə qalmışdı o halda? Baxın, 100, 150 və 470-dir. Qalmışdı 300 və 600. Aha, artıq proqramçı 300 deyilsə proqramçıya nə qalır? 600 qalmış olur. Deməli, proqramçı 600-dürsə, bunlar 100, 150, 450-dirsə, 400 daha doğrusu 450 yox, 400-dürsə, avtomatik bu D ilə yazdığımız direktor orada nə qədər qalacaq? 300 qalmış olacaq. Burada yazırıq 300-ü. Və keçirik növbəti cümləmizə. Yazıb ki, mühəndis Şamaxıda cinayət məcəlləsinin 165.1 maddəsi ilə cəzalandırılıb və onun cəriməsi ən az olan 2 cərimədən heç birinə bərabər deyil. Deməli, mühəndis Şamaxıdır. Bunu bildik. Bunu biraz kiçildə bilsə mənalı olacaq. Aha. Mühəndis Şamaxıda olduğunu bildik. Gəlib yazıram. İxtisas hissəsinə bura mühəndis. Şamaxıda olduğunu bildik.
Və Cinayət Məcəlləsinin 165.1.1 maddəsidir. 165.1.1-dir bu. Və yazılıb ki, maddəsi cəzalandırılıb və onun cəriməsi ən az olan 2 cərimədən heç birinə bərabər deyil. Ən az olan 2 dənə cərimə hansıdır? 100-dən 150-dir. Mühəndis bunların heç biri deyilsə, mühəndis həqiqətən neçə olacaq? 400 olmuş olacaq. Bunların heç biri deyilsə. Onsuz da 100, 150 və 400-dən biri olmalı idi. Müəllim, memar və mühəndis. Bunu əvvəlcədən bilirdik. Deməli, məcburən burada qalır cərimə məbləği kimi 400 manat. Bunu da qeyd etdik. Daha sonra növbəti. Bunun 400 olduğunu bilirik, amma bunlar dəqiq deyil hələ ki, müəllim və memar hansıdır. Daha sonra keçirik növbəti hissəyə. 6-da yazıb ki, Cinayət Məcəlləsinin 163.1 birinci maddəsinə görə ən böyük cərimə tətbiq olunmayıb. 163.1 ən böyük deyilsə, deməli bu proqramçı deyil. Proqramçının yanına 163.1 yazıb sonra xətt çəkirəm ki, proqramçı deyil. Çünki ən böyük cəriməm 600-dür. Və o proqramçıdadır. Sonra Lənkəranda müəllim Cinayət Məcəlləsinin 165.2.1 maddəsi ilə əmlaki müsadirə olunmaqla ən az olunmayan cərimə ilə cəzalandırılıb. Deməli, Lənkəranda müəllim cəzalandırılıb. Bunu bildik. Buraya yazıram. İxtisas hissəsində müəllim. Və maddə neçədir? 165.2.1-dir. Və ən az deyilsə, deməli, müəllim neçədir? 150-dir. Ən az 100-üydü axı. Ən az deyil bu da. Memara qalır da 100. Bu halda cərimə məbləği oldu 150. Bunları bildik. Sonra ilk iclasda ən yüksək cərimə cəzası təyin olunmayıb. İlk iclası mane hissəsidir. 4-düdür, elə deyil. Deməli, burada proqramçı artıq 4 ola bilməz. Çünki proqramçı ən yüksəkdir. O zaman proqramçı ayın 12-si olacaq. 4-də olacaq dizayner. Əla. Mən bildim ki, ayın 12-si kimdir artıq? Proqramçıdır. Buraya yazıram proqramçını. Cərimə məbləği 600 idi. Buraya yazıram 600. Daha sonra dizayner ayın 4-düdür və onda nə qədərdir? 300-dür. Mən deməli bura 4-ü yaza bilmərəm. Çünki burada məbləğ 400-dür. Mən deməli bura 4-ünü yazacağam ki, cərimə məbləği olaraq oraya 300 yaza bilim. Və onun ixtisası nə idi? Dizayner idi. Buraya yazdım dizayner. Daha sonra 4, 7, 15, 12, 7 bir də 27 qalıb. 27-ni də atıram bura. Dizayner, müəllim, mühəndis, proqramçı gedib memar qalıb. Memarı məcburən yazıram bura. Memarda 100 manat idi cərimə məbləği. Maddə də neçə idi? 166.1.1. 166.1.1 idi. Bu getdi. Dizayner bilmirəm, mühəndisin bilirəm. Maddəsi budur. 166.1-dir. 166.1-dir, bunu bildik. Bunlar dəqiq idimi? Bunlar 100% dəqiq idimi? Ardıcıllığı ümid edirəm ki, doğru yazmışdıq əvvəlcədən. Deməli, hansılar qaldı? 166.1, 165.2, 166.1.1, 165.1.1 getdi. Bir dənə qalıb bizim maddəmiz, o da 163-dür. 163-də də yazıb ki, 163.1 maddəsinə görə ən böyük cərimə tətbiq olunmayıb. Deməli, 163 avtomatik hara qalır? Aha, proqramçıya qalır. Biz də demişdik ki, ən çox 163 ola bilməzdi. Deməli, biz burada əvvəlcədən yazdıqlarımızı sadəcə bilirdik ki, bunlarda, amma hansı olduğunu bilmirdik. Ona görə mən maddələri siləcəm. Maddələri biz yenidən qurmağa çalışmış olacağıq. Gəlin burada geri qayıtma düyməsini vurum. Əvvəlcədən hansılar olduğunu bilək. Deməli, mən onsuz da burada baxın, qeyd olmuşdu ki, mənə 165.2.1 hardadır? Lənkərandadır. Deməli, Lənkəranı nə yazmalıyım? 165.2.1. Doğru budur. İndi bunun müəllim olduğunu olsa gördüm və bu Lənkərandaydı. 165.1.1-i Şamaxıya yazmışıq. Bu əvvəlcədən ümid edirəm ki, qeyd olunandır. Baxın, burada yazılmış ki, 165.2.1, 165.1.1 və 165.1 maddələrlə cəzalananların cəmi 650-dir. Bunlar da bilirdik ki, kim idi? Memardır, mühəndisdir və müəllimdir. Biz bunlardan müəllimi tapdıq 165.2.1. Bunu 100% qeyd etmişik və 150 manatını. Daha sonra digər ikisi əslində konkret deyildi. Mühəndisə 165.1.1 yazmışıq. Amma bunu hər hansı bir yerdə mütləq sübut etmək lazımdır. Bu da qeyd olunub burada. Mühəndis Şamaxıda 165.1.1 maddəsi cəzalandırılıb. Deməli, o da doğrudursa, avtomatik memara nə qalır? 166.1 qalmış olur. 166.1 qalmış olur. Nöqtə 1.1 elə deyil bu əslində. Bunu düzgün yazaq. Yəni, mühəndis dedik ki, neçə oldu bizdə? 165.1.1 doğrudur. Bu zaman avtomatik burada qalan 166 da oldu bizdə kimə uyğun? Memara.
Onsuz da bilirdik ki proqramçı 163 deyil. Deməli proqramçı burada qalırdı, burada Qəbələyə 163. Bir dənə Şirvan qaldı. Şirvanın gəlin burada kodlara baxaq, daha doğrusu maddələrə baxaq, görək hansılar idi. Maddələr digər tərəfdə biri var idi. O neçə idi? 163.1-dir. Onu qeyd etmişik Qəbələyə, bu getdi. Yox, Qubaya daha doğrusu getdi. 166.1 Qəbələyə qeyd olunub. 1.1 166 1.1 Şamaxıdır. 165.2.1 bizdə haradır bu? 2.1 Lənkərandır. Bir dənə qalıb 165.2.2. Bu da məcburən qalacaq Şirvana. 165.2.2. Bu da qaldı Şirvana. Demək olar ki, hamısını qurduq, yekunlaşdırdıq. Həqiqətən vaxt aparan çətin bir mətin idi. Xüsusən burada ayın 15-nin qeyd olunmaması sizi daha da çətinə salmış olacaqdı. Yəni yaza bilməyəcəydiniz təəssüf ki, amma bir problem yoxdur artıq. İndi sual cavablamış olsaq, yazıb ki, cərimələrə uyğun rəqəmləri həmin cərimələrin təyin olunduğu məhkəmə iclaslarının ardıcılığı ilə düzün. Deməli, 100 manat hardadır? 100 manat memardadır, ayın 15-idir. Daha sonra 150 manat hardadır? Lənkərandadır, müəllim dayın 7-sidir. 300 manatda ayın 4-üdür. 400 manatda ayın neçəsidir bizdə? 27-sidir. Və 600 manatda ayın 12-sidir. Ardıcıl düzməliş ayın 4-ü 300 manatdır. Kodu nə düşdü? 3 gələcək. Ayın 7-si 150 manatdır. Davamından bu gəlir. Kodu 2-dir, 2 gələcək. 7-dən sonra 12-si gəlir. Kodu 5-dir. 12-dən sonra 15 gəlir. Kodu 1-dir. Və 15-dən sonra 27 gəlir. 400-ün kodu 4-dür. 32.514 olmuş olur. 32.514 B variantına verilib. Deməli doğru cavabımız oldu B. Həqiqətən kifayət qədər vaxt aparan bir sual idi, amma yazmaq olurdu. 11-ci suala baxırıq indi. Elə baxan kimi görünür ki, mərkəzdəki ədədlərimiz böyük ədədlərsə bu nəticədir. Deməli burada nə edir? 5-i vurur 8-ə. 8-ə 5 40. Üstə gəlib neçə? 13 gəlib 3 alıb. 13-ü də nəyə görə gəlib? 8 plus 5 cəmi bizə verir 13-ü. Eyni qaydada alt dəfə 7 42. 42-nin üstə nə gəlir? 6 ilə 7-nin cəmini 13-ü gəlir. Bu bizə verir 55-i. Eyni qaydada 29-u vurur 10-a. 290. 290 üstə nə gələcək? 29 ilə 10-un cəmini, yəni 39-u gələcək. Bu da bizə neçəni verəcək? 9, 2, 329-u vermiş olur. Yəni A variantı doğru olacaq. 12-ci suala baxırıq. Böyük ehtimal ilə buradakı mərkəz hissədəki ədədlərimiz bizim nəticələrimizdir. Rəqəmləri cəmi şəklində baxacağıq. Baxın 14 ilə 7-ni toplayıram 21, 2 plus 1 3. 5 ilə 24-ü toplayıram 29, 2 plus 9 11. 32 ilə 8-i toplayıram 40, 4 plus 0 bizə verəcək 4-ü, cavabımız olur C. 13-də yazıb ki, market ardıcılığı ilə düzün verilmiş rəqəmləri. Kod 1-dir. Burada 1-dən olan baxın budur. Deməli, buraya yazıram K-nı. K-dan yolum gedib M-ə. K-dan yolum gəldi M-ə. Bu oldu M. M-dən yolum 1-ə gedir, 1-də 2-yə gedir. 1-in 3 xətti var, 2-nin 4 xətti var. M-i K-nı tapdım. M-dən yolum gedir Y-yə 3 xətti var, A-nın 4 xətti var. 3 xətti olan məndə 1 idi. Deməli, bu oldu Y. 4 xətli dadır, bu da oldu A. Y-nı tapdım. Bir dənə 2 xətlim qalıb, bir dənə 3 xətlim qalıb. 2 xətli qalan budur. Buraya yazıram T-ni, buraya yazıram R-i. Hamısını tapmışıq indi. İndi market ardıcığı ilə düşsək, market yazıram bura. Deməli, M hərfi bizdə neçə oldu? 5. A hərfi bizdə oldu 2. R hərfi bizdə oldu 6. K bizdə oldu 4. Y bizdə oldu 1. T oldu 3. 526.413 alınmış olur. O da hardadır? A variantında. Deməli, doğru cavabımız olur A. 14-cü sual riyazi əməldir. Birinci mötərizənin içindən başlayıram. Sol sola sağ sağa bərabərdir. A bərabərdir 1-ə, B bərabərdir 3-ə. A-nın qiyməti 1, B-nin qiyməti 3-dür. 3 də 1 bizə verdi 3-ü. Bu oldu 3. İndi mən qara romu tapmaq üçün qara dairəni hesablamalıyam. Onu da hesablamaq üçün düşəcəm bura. Sol 3-dür, sağ 3-dür. A bərabərdir 3-ə, B bərabərdir 3-ə. Yerinə yazıram. A-nın qiyməti 3, B-nin qiyməti 3. 3-ü isə bölündə 1 alınır, 3-ü isə bölündə 1 alınır. İndi mən qara dairəni hesablamaq üçün qara kvadrat gərək hesablayam. Solu 1-dir, sağı da 1-dir indi. A 1-dir, B də 1-dir. 1 bölünsün 1, 1 verəcək, 1 plus 1 də 2-ni verəcək. Deməli, baxın, qara kvadrat olanın qiyməti nə oldu? 2 oldu. Bunu silirəm, yerinə yazıram 2. İndi qara dairədə 2 olmuş olur. Bunu da silib yerinə yazıram 2. Eyni zamanda qara rond da ona bərabər olduğu üçün son nəticədə cavabım 2 olmuş olacaq. Hansı ki, birinci hissədə. İndi, ikinci mötərizəni hesablamağa çalışıram. Yadda saxlamalıyıq ki, operator axtararkən bərabərliyin sol tərəfində axtarmalıyıq. Buradakına baxmalı deyiləm artıq buna görə. Sola bura baxıram. A bərabərdir 6-ya, B bərabərdir 9-a. Yerinə yazıram. A 6-dır, B 9-dur.
6'da 3 nə deməkdir? 2'də 1 deməkdir. 9'da 3 nə deməkdir? 3'də 1 deməkdir. Yəni bunu əldə etmək üçün bura düşəcəm. Sol 2'də 1-dir. A bərabərdir 2'də 1'ə, B bərabərdir 3'də 1'ə. Yerinə yazıram. A 2'də 1'dir, B də 3'də 1'dir. 1 bölünsün 2'də 1, 1 vurulsun 2 deməkdir. Tərsinə vururuq. Deməli nə alınır? 2 tam 3'də 1 alınır. Bu da bizə verir 3'də 7'ni. Deməli bunun qiyməti oldu 3'də 7. O da eyni zamanda qara dairəyə bərabərdir. Axır ki qiyməti burada tapdıq 3'də 7. İndi baxın. Davamına baxırıq. Hələ də əlimizdə bir operator qalıb. İndi bunu hesaplamaq üçün sola bərabərləşdirirəm. A bərabər olur 2'yə, B bərabər olur 3'də 7'yə. Yerinə yazıram. A 2'dir, B də 3'də 7'dir. İndi nə alınır? 2'də 1 plus 3'də 7. Ortaq məxrəc bunlar üçün neçədir? 6'dır. 6'da 3 plus 14. Bu da bizə verəcək 6'da 17'ni. O da A variantda deyə doğru cavabı olaraq götürmüş olacaq. Biraz kəsirli qiymətlər alınır deyə yorucu ola bilərdi. Yoxsa ağır bir sual deyildi. Baxın, sürətli yazmaq üçün biz burada nə edəcəyik? Qiymət qoymağa çalışacağıq yerinə. Amma qiymət qoymağa çalışsaq biraz çox mürəkkəbdir deyə birbaşa təyin etməkdə səhv edə bilərik. Bu halda nə edirik? Ən rahat əvəz etmə olacaq amma burada. 2'dən x var, elə deyil. 2'dən x, y z-ə bərabərdir. Mən nə edə bilərəm? Buradan 2'dən x-i silərəm. Yerinə yazaram y və z. Bu zaman sağdan bir z silərəm, soldan bir z silərəm. Nə alıram? 3'dən y bərabər olur 2 dənə z-ə. Bunu aldıq. 3y 2z-dirsə hər hansı bir yerdə əvəz etməylə yazmaq olar mı? Olar, amma əslində biraz yorucu olacaq. Bəs qiymət atmağa çalışsaq, sürətli yazmaq istəyiriksə necə atardıq qiyməti? Yenidən əgər qiymət atmış olsaq, baxın hardan qiymət yazmaq olar? Əslində bayaq bir nümunə görmüşdük qiymət ata bilmək üçün. Necə bir nümunə görmüşdük? Mən bu 2-dən x-i gətirib burada qiymətin yerinə yazanda nə alınırdı? Y z yazırdım. Sonra baxın 3 dənə y, 1 dənə z idi. Z-i silirdim, buradan da 1-ni silirdim. 3y bərabər 2z-dirsə, z-in qiyməti bu y-in yandaş qiyməti olardı, 3 olardı. Y-in qiyməti də z-in yandaş 2 olardı, elə deyil. Gəlib bu qiymətləri versəm, 2 versəydim, z 3 olsaydı, buradan alınır 7. Deməli, bunun cəmi nədir? 7'dir. İndi baxın, 2 dənəsinin cəmi 7'dirsə, burada 4 dənədir. Cəmi neçə olmalıdır? 2 misli, 14 olmalıdır. 14 cəmini yaratmağa çalışmalıydım. Baxın, elə birbaşa cavabı görmək olur əslində artıq. Mən z-ə nə demişəm? 3 demişəm. Baxın, 4 dəfə 3 12, y-ə də 2 demişəm. 12 bölü 2 14. Deməli, doğru cavabımız olurdu y. Bu şəkildə də getmək olardı. Çox da mürəkkəbləşdirmə ehtiyacı yox idi. 16-cı sualda yazıb ki, fiqurun sahəsini müəyyən edin. Hissə isə bölüb hesablayacağıq. Baxın, nə istəyirsiniz? Bu hissəni bölək 1 hesablayaq. Daha sonra buranı bölək 1 hesablayaq bu qaydada. Fiqurları adlandıracağım. Rahat hesablaya bilək deyə. Və 1, 2, 3, 4, 5 hərfini adlandıracağım ki, daha sonra yanına qiymətin yazanda çaşmayaq. Bu A-dır, bu B-dir, C-dir, D, Y, F, K, bu da olsun M. İndi baxın. Buraya Y-dir, buraya da Y-dir. Sahəsi nəyə bərabərdir? Y kvadratına. Yəni, bu 1 olsa, Y əgər 1 götürsəm, olur nə? 1. 1'in kvadratı 1. Bu da eyni qaydadır. Eyni fiqurdur. 1'in kvadratı 1. Yenə burada K da oldu 1. Hamısının cəmini tapmalıyım, elə deyil mən. Bir kənardan yazıram. A, B, C, D, Y, F, K və M. Hamısının cəmi lazımdır mənə. İndi mən burada A-nı tapdım 1, C-ni tapdım 1. Daha sonra B-ni axtaraq. Bura 2'dir. Y-dir, 1'dir. Bura nə qədərdir? Baxın, buradan bura 2'dir. Bunu bilirəm. 2 vurulsun 1, 2. Bu da olur 2. B-nin qiyməti 2'dir. Bunları toplayırıq. Gəlirik D-yə. D hardadır bizdə? Buradadır. Baxın indi. Bu məsafəni təyin etməyə çalışsaq. Bura Y-dir, bura da Y-dir. Yəni bura olacaq nə? 2 olmuş olacaq. 2Y və 2 olmuş olacaq. Bəs bunun uzunluğu nə qədərdir? Mən görürəm ki, baxın buradan, bura qədər 14'dür. Tamam, bura qədər. Deməli, burada nə qədər fərqlənir? Y qədər fərqlənir. Əslində bura bütövlükdə 14'dürsə, bura nə qədərdir? 13'dür. Baxın, burada Y qədər fərqlənmə var. 13 vursun 2, 26. D oldu 26. Y-ni tapaq. Bura 1'dir. İndi baxın digər tərəfə. Diqqətlə baxmış olsaq. Beləsində uşaqlar özümüzü çox yorduq. Bu qədər heç irəli getməyib. Bəlkə böyük fiquru bütöv hesablayaq. Ondan sonra bizə lazım olmayan hissələr çıxarıq. Baxın, böyük fiqurumuz hansıdır? Budur. Gəlin bunu hesablayaq. Ən rahat olsun.
Bunu hesablamağa çalışsaq, buradan nə alarıq? Deməli, baxın. 14 buradan buradır. Burada da bir dənə y çatışmır, elə deyil. Çünki buradan görürəm ki, onsuz da. Baxın, bura nəyə bərabərdir? Y-ə bərabərdir. Bu qeyd olunub hər yerdə. Bura 2y-dirsə yarısıdır. Yarısı deməli y-dir. Deməli, bura bütövlükdə 15-dir. Bəs bu hissəsi nəyə bərabərdir? Digər tərəfdən baxıram. Bu y-dirsə burada y-dir. Y. Bura y-dirsə burada y-dir. Bu da y-dir. 1, 2, 3, 4, 5. 15-in 5-ə. O mənə neçəni verəcək? 75-i vermiş olacaq. Deməli, bütöv sahəm 75-dir. İndi ağ hissələr ondan çıxıram. Bunun birin sahəsi 1 idi. Bura 1, 1. Yenə bunlar da 1-dir, bu da 1-dir. Baxın, bunu elə ortadan bölsəm görürəm ki, 1 budur, 1 budur. Deməli, qaldı digərləri. Baxın, bunları tam ortadan bu şəkildə bölə bilərik. En azından xətlərlə göstərə bilərik. Bu olacaq bu şəkildə. 1 bura, 1 bura. Bunları təyin edə bildik. Daha sonra bunları heç bu şəkildə bir-bir bölməyə də bilərik, tapa bilərik əslində. Baxın, bura bütöv şəkildə baxmış olsaq, buradan sadəcə bu 1-i çıxacaq. Onsuz da mən bilirəm ki, bunun bir tərəfi y-dir, yəni 1-dir. Bəs uzunluq nə qədərdir? Baxın, buradan aşağı xəttimi çəksəm, onsuz da görürüm ki, başlanğıcdan bura qədər 14 idi. 14-dən burada sadəcə bir dənə y çatışmır. Görürsünüz burada yuxarıda. Bura y-dirsə, burada y-dir. Çatışma y-dir. 14-dən birini çıxanda nə qalır? 13 qalmış olur. Deməli, baxın, bunun uzunu 13-dür. Eni 1-dir. 13-ü 1-ə vuranda 13. Baxın, 13-dən də bunu çıxacaq, nə qalacaq? 12 qalacaq. Deməli, bu ikisinin cəmi 12-dir. 12, 13, 14, 15, 16, daha sonra 17, 18, 19. 19 cəmi çıxıram. Neçədən? 75-dən. Bu mənə verir 6, burada da 5. 56 alınmış olur. Deməli, doğru cavabımız olur D variantı. Çox da mürəkkəbləşdirməyə ehtiyac yox idi. 17-ci sual. Sual şərəsinə uyğun gələn variantı müəyyən etməliyik. Deməli, bir ardıcılıq yaranıb sanki burada. Və tanış ədədlər var. Baxın, 10-dan 3 çıxıram. 7. 7-nin kvadratı 49. 49-dan 41 çıxıram. 8. 8-in kvadratı 64. 64-dən 55 çıxıram. 9. 9-un kvadratı 81. 81-dən 70 çıxıram. 11. 11-in kvadratı 121 verir. Cavabımız olur A variantı. Daha sonra keçirik 18-ci sualımıza. Baxın. Üfüqi çarpaz, bu vəziyyətdə çarpazdır. Baxın, çarpazları burada çəkdik. Bu ikisi 1-dir. Bu çarpazları çəkdik. Bu ikisi 1-dir. Bir dənə üfüqi xəttimiz qalıb. Üfüqi olmalı xəttimiz. A getdi, Y getdi. Bunları sildik. İndi ağ hissələrə baxıram. Baxın, sol yuxarı baxır, sağ yuxarı baxır, sağ aşağı baxır. Sağ təqrəb istiqamətdə 90 dərəcə nə var? Hərəkət var. İndi sol yuxarıdır. Sağ təqrəb istiqamətdə 90 hərəkət etsə baxmalıdır, sol aşağıdır. Sol yuxarı baxmalıdır. Ağ hissə sol yuxarıda olmalıdır. D-də sağ aşağıdadır, yanlışdır. Sol aşağıdadır, yanlışdır. Doğru cavabımız olur hansı? Məhz C variantı olmuş olur. Sol yuxarı olan vəziyyət. Növbəti. Bu oldu 18-19-cu suala baxırıq. Deyir ki, babanın 76, nəvələrindən birinin 5, digərinin isə 7 yaşı var. Neçə ildən sonra babanın yaşı nəvələrin yaşları cəmindən 3 dəfə çox olacaq. Deməli, neçə il sonra deyirsə babanın yaşı nə olacaq? Hal-hazırda 76-dırsa üstü bir x gələcəm. Olacaq 76 plus x. Nəvələrindən birinin 5, digərinin 7 yaşı var. Deyir, neçə ildən sonra babanın yaşı nəvələrin yaşları cəmindən 3 dəfə çox olar. Hal-hazırda yaşları cəmi nə qədərdir? 12-dir. Neçə il keçirsə hər ikisi üstünü keçir. Yəni 5 plus x bu olur, 7 plus x bu olur. Cəm olur da 12 plus 2x. Deyir, neçə ildən sonra babaların yaşı 3 dəfə çoxdur. Az olan hansıdır? Nəvələrin yaşıdır. Deməli, nəvələrin yaşı üstünə vuracam, bunları bərabərləşdirəcəm. Mənə buradan x tapmaq lazımdır. 76 plus x bərabərdir 36 plus 6x. 76-dan 36 çıxanda qalır 40. 6x-in çıxanda qalır 5x. X bərabər olur buradan 8-ə. Deməli, 8 ildən sonra bu hadisə baş vermiş olacaq. Cavabımız olur C variantı. Növbəti 20-ci suala baxırıq. Deməli, yazıb ki, ilanlardan böyüklüyünə görə birinci yeri anakonda, yaxud hind pitonu, ikinci yeri kral pitonu bu şəkildə qeyd olunub. Deməli, neçə dənə ilan var? 1, 2, 3 dənə ilan var, elə deyil. Gəlin qeyd edək, birinci, ikinci və üçüncü yerlər. Deyir, birinci yeri anakonda yaxud hind pitonu tutur. Ya anakondadır, ya da hind pitonudur. Qısa şəkildə yazırım. Daha sonra, ikinci yeri kral pitonu tutur, ikinci yeri kral pitonu tutur. Üçüncü yeri anakonda tutur. Aha. Əgər yuxarıda deyilənlərin heç birinin həqiqət olmadığı məlumdursa, ilanların böyüklükdən kiçiyə doğru ardıcılığını müəyyən edin. Deməli, heç bir doğru deyil. Anakonda deməli nə birinci deyil, nə də ikinci deyil. Üçüncü deyil. Deməli, anakonda haradadır? İkinci yerdədir.
Daha sonra Hind pitonu birinci yerdə yazılıb, amma deməli yanlışdırsa harda olacaq? İkinci yer tutulubsa məcbur olacaq üçüncü yerdə. Hind pitonu yazıram üçüncü yerə. Məcburen kral pitonda olacaq birinci yerdə. Bu halda kiçikdən böyüyə doğru, böyükdən kiçiyə doğru düzürəmsə Hind pitonu gələcək, sonra və ya daha doğrusu kral pitonu, anakonda Hind pitonu gələcək. Böyüyünə görə birinci, ikinci və üçüncü deyə qeyd etmiş olsaq. Kral pitonu, anakonda və Hind pitonu olacaq. O da cavab da harda verilib? A variantda verilib. 21-ci suala baxırıq. Figurların açılması ilə, qatlanmış kağızın açılması ilə bağlı bir sual tipidir. Dedik ki, birinci sonuncu kəsiyi tapıb, sonra simmetriyalara baxmış olacaq ki, hansılar ödəyir, hansılar ödəmir. Deməli, baxın, verilmiş qatlar boyunca bir-bir simmetriyalara yoxlamış olsaq, bu kəsiyimiz bizim hara düşmüş olur? İlk bunu onu tapaq. Baxın, həmin kəsiyimiz kağızın burasındadır. Qatlara diqqət etmiş olsaq, bunu görərdik. Deməli, kəsiyimiz buradadır, hamısında olduğu kimi qalıb. Sonra verilmiş qatlar boyunca mən simmetriya baxmış olsam, baxın, birinci hansı qat boyunca baxaq? Bu qat boyunca. Bu qat boyunca baxdıqda burada kəsik yuxarıda da olmalıdır. Bütün variantlarda var, doğrudur, bir problem yoxdur. Sonra baxın, bu qat boyunca baxıram. İndi bu qat boyunca mən simmetriya baxmış olsam, necə olacaq? Deməli, baxın, bunu bu şəkildə üst bucağa ayırmış olsaydıq, bu şəkildə yanaşmış olsaydıq, məndə bura düşən hissə, baxın, bura düşən hissə, eyni zamanda mən baxın bunu da qeyd edim ki, buranı da yuxarı qatlamışam. Bu hissə gəlib hara düşür? Bu hissə gəlib düşür bura. Baxın buradakı olan hissəm. Orada onsa bir kəsik olmayacaq. Yəni o hissəyə o qədər də baxmanıza ehtiyac yoxdur. Əsas bu qat boyunca simmetriya baxsaq, baxın, tam simmetrikdir, bir problem yoxdur. Tam simmetrikdir, bir problem yoxdur. Baxın bunlarda problem yoxdur, amma B variantı yanlışdır. Çünki buradakı kəsik mən burada düşməli idi. Amma düşməyib. Buna görə B-ni nə edirəm? Silirəm. Davamında isə baxın, bu qatlar boyunca mənim burada neçə qatım var? 2 dənə qatım var. Bu qatlar boyunca simmetriya olmalıdır. Qatlar baxın bu şəkildədir. Bu qatlar boyunca simmetriya baxmış olsaq, eynən bu qat boyunca da. Hələ ki tam simmetrikdir, bir problem yoxdur. Baxın, bunlarda kəsik olmadığı üçün digərlərində kəsik olmayacaq. Deməli, avtomatik Y variantı və D variantını silirəm. Nəyə görə Y və D variantını silirəm? Ona görə silirəm ki, baxın, bu qatlar boyunca simmetriyam olduğu üçün, simmetriyam olmalı olduğu üçün. Baxın, mənim bu qatlarım gəlib bu ortaya düşür. Burada bir ortada kəsik olmadığına görə burada da kəsik yoxdur. Burada kəsik olmadığı üçün bu kənarda da kəsik olmayacaq avtomatik. Deməli, bu kənarda bu hissədə kəsiyimiz olmalı deyildi. D-ni və Y-ni silirik. Qalır A variantı və C variantı. Bu iki variant arasındakı fərqə baxmış olsaq indi. Baxın, əsas fərqlərimiz burada yaranır. Biri tam kəsikdir, biri tam kəsik deyil. Bu halda bizim yanlış olan variantımız hansı olacaq? A variantı olacaq. Nəyə görə? Baxın, mən sanki buradakı fiquru bütövlükdə bura simmetrik olaraq keçirmişəm. Bunun üçün necə olmalıdır? Baxın, mənim qatım elə olmalıdır ki, buradakı hissə bütövlükdə gəlib bura düşsün. Axı, burada onsuz düzbucaqlı bir fiqur verilib. Mən gəlib bunun düzbucaqlı formasında bura güzgəks edəm. O zaman baxın, fiqurun bir hissəsi gəlib bura düşmüş olur. Axı, məndə fiqur o qədər böyük deyil, fiqur 10 kiçikdir. Yəni, fiqur gəlib düşəcək bu hissəyə bir yerə. Baxın, buradakı hissəm gəlib bu hissəyə bir yerə düşmüş olacaq. Qat olaraq baxsaq, belə gəlib düşəcək sanki. Baxın, bu vəziyyətdə gəlib düşmüş olacaq. Yəni, bütöv gəlib düşməməlidir. Burada isə bütöv gəlib düşüb. Bu fiqurla burada qalan fiquru eyni deyil. Amma baxın, mən buna tam simmetrik baxmış olsam, yəni baxın, bu vəziyyətdə baxsam, burada olan fiqurumla burada olan fiqurum simmetrikdir. Eyni ölçüdə olan fiqurlardır. Sanki mənim bu nöqtəm gəlib hara düşür? Baxın, bu nöqtəyə düşür. Bu nöqtəm buradadır, bu nöqtəm də hansı hissədədir? Baxın, belə bir vəziyyət alınacaq. Burada əslində bu kənar hissəm bura gəlib düşmüş olmayacaq. Yəni, baxın, bu hissəyə düşmüş olmayacaq deyə burada bir kəsik alınmır. Ona görə doğru cavabımız C olur. Biraz həqiqətən bunu təsəvvür etmək kifayət qədər çətin idi. Amma istənilən halda rahat siləcəyimiz variantlar hansılar idi? D idi, Y idi. Bunlar rahat silinən variantlar idi. B variantında burada ümumiyyətlə kəsir yox idi. Bunlar rahat silinirdi. Çünki buralara heç bir halda qat düşə bilməzdi. Çünki baxın, məndə burada bir qat olmalıdır ki, baxın, bu hissədə tam bu nöqtədə gəlib burada simmetrik düşsün. Burada olan burada olanda bura düşməli idi. Amma məndə burada yox idi. Məndə qat aşağıdaydı. Bura düşmürdü qatım. Bura qatım düşmədiyi üçün yuxarı hissəyə də qat düşməyəcəkdi. Ona görə D-nin yerini silirdik. Amma burada olan qatımız, biraz aşağıda olan qatımız bura düşməli idi. Bura düşməli idi, amma B-də düşməmişdi. B-ni də silirdik. Bir dənə A ilə C arasındakı fərqi görmək lazım idi. Onu da baxın, buradan görmək olur əslində. Bu fiqurun ölçüsündən buradakı ölçüm 1 deyil. Yəni, bu gəlib hara düşəcək? Bu gəlib düşəcək ortalarda bir yerə. Baxın, belə bir vəziyyət alınacaqdır. Yəni, fiqurun yarısı gəlib düşürdü bura. Burada isə fiqur bütöv şəkildə düşmüşdü A variantında. Ona görə variantı yanlış idi. C variantı doğru idi. 22-ci sual. Açılışlardan deyir, hansı eyni bir kuba aiddir?
Bir-bir gəlib fiqurları yoxlayacağıq. Bəs hansılarla işləmək rahatdır? Tək olanla işləmək daha rahatdır. Tək olan hansıdır? Pəncərədir. Bu pəncərəyə nə işləsək? Buradan baxıram ki, pəncərənin üstündə plus olanda sağında 3 bucaq var. Pəncərənin üstündə plus burada baxa bilməyəcəm. Nəyə görə? Çünki burada baxın, pəncərənin bağlı hissəsi ilə plus birləşib. Bunun üçün mən bu pəncərəni aşırdıb bura gətirəcəm. Aşırdıb bura gətirsəm, baxın, bir dəfə aşırsam necə olacaq? Bu vəziyyət alacaq. Bir dəfə də aşırsam, olacaq bu vəziyyətdə. İlkin halda bənzəyir. Amma burada görürəm ki, üçbucağın eyni vəziyyət yarananda, üçbucağın baxın bu oturacağı aşağıdadır. Burada isə plusa doğru baxır. Amma məndə burada plusa doğru baxan bunun təpə nöqtəsi idi. Yəni 1 ilə 2 doğru deyil. Eyni fiqur deyirlər. Sonra gəlib eyni vəziyyətdə mən yoxlamış olsaydım 3-ü. 3 bunların heç birinə uyğun gəlmirdi. Çünki bunların üçü də bir-birinə sanki paralel vəziyyətdə dayanmış üçbucaqlardır. Amma nə birdə belə paralellik yoxdur. Baxın bu digər birinin oturacağı digərinin yan tərəfinə baxır. Gördünüz burada perpendikulyarlıq var. Hətta bunu aşırsam, gətirsəm bura, yenə birinin oturacağı digərinin yan tərəfinə baxır. Deməli 3 ilə nə 1 nə də 2 deyil, eyni anda deyildi. 1 3-ü silirəm. Heç bir halda ola bilməz. 4-ü yoxlamış olsaq, yenə bu pəncərəni yoxlayıram. Pəncərənin üstə plus vəziyyəti, amma burada yaranan vəziyyətə baxmağa çalışacağım ki, görüm ödəyirmi. Mən bu plusu kəsib qoyacağım bura. Plusu qoydum bura. Və gəlib buradan baxıram. Pəncərənin üstündə plus olanda sağında nə var? Üçbucaq var. Amma üçbucaq hara baxır? Üçbucağın yan tərəfi baxır bu pəncərəyə. Burada isə üçbucağın oturacağı pəncərəyə baxır. Deməli doğru deyil. Çünki sağ tərəf buradadır. Sağdakı fiqur nə olursun bu olmalıdır. Bunun da baxış istiqaməti doğru deyil deyə deməli 1 ilə 4 də eyni fiqur deyil. 1 ilə 4 də eyni fiqur deyil. Onsuz 3 ilə 4 də eyni fiqur deyil. Artıq 3-4 olan variantda silə bilərəm. Gəlin indi yoxlayaq 5-i. Deməli bunun üstə plusu görməliyəm. Mən bu plusu aşırıb gətirsəm bura, olacaq bu vəziyyətdə burada. Yuxarıdan aşağı baxacağım. Çünki bunlar bitişik olmalı idi bir-birinə. Nöqtə qoyduğum hissələr. Pəncərənin üstə plus olanda sağ tərəf düşür bura. Bu 1 ilə eyni vəziyyətdə deyil. Nəyə görə? Burada hardadır? Diqqətlə baxmış olsaq, baxın plus aşırdanda gəlib düşür bura, plus üçbucağın oturacağına düşür. Amma burada təpə nöqtəsində idi. Deməli 1 ilə 5 də eyni deyil. A-nı sildim. Ya 2-5 olacaq, ya 4-5 olmuş olacaq, elə deyil. İndi 2 ilə 5, 4 ilə 5. Gəlin yoxlayaq. 4 ilə 5 eyni deyildi. Nəyə görə eyni deyildi 4 ilə 5? Baxın, burada üçbucaqlar bir-birinə təpə nöqtəsindən toxunub. Mən bu üçbucağı kəsib bura qoymuş olsam, olacaq bu vəziyyətdə. Yenə təpə nöqtələri toxunmur. Onsuz da bunlarla da təpə nöqtələri toxunmur deyə heç birinin təpə nöqtəsi toxunmayacaqdı bir-birinə. Yəni 4 ilə 5 eyni fiqurlar deyildi. Əlimizdə nə qalırdı? 2 və 5 doğru cavab kimi qalmış olurdu. Növbəti 23-cü sual. Yazıb ki, bir-birindən fərqli rəqəmlərdir. Aşağıdakılardan hansının doğru olma ehtimalı azdır? Artıq təkrar istifadə etdiyimiz sualdır bir neçə dəfə bunu. Bilirdik ki, sonuncu sütunda, baxın burada 3 dənə hərfi toplamışam. Onlardan hər hansı bir aşağı düşübsə, digər ikisinin cəmi 10-dur. Deməli, D plus R-in qiyməti nəyə bərabərdir? 10-a. Bunu bildik. Sonra, baxın, 10 neçə salınır? Məsələn, üstü 3 gələm. 3 düşür aşağı, 1 yadda qalır. İndi bu yadda qalan 1 və 3 dənə A-nı toplamışam. 3 dənə A hərfi plus yadda qalan 1 bizə neçəni verir? Qarşıya ya 1 keçə bilər, ya 2 keçə bilər. 3 keçə bilməz. Çünki 3 olmaz üçün gərək bunlar 10 olar ki, 30 alına, 30 neçə salına oradan. Axı, burada mən rəqəmlərdən istifadə edirəm. 10 rəqəm deyil axı. Deməli, bu ya 2-dir, ya 1-dir. Birinci 2 olaraq yoxlamış olsaydıq. Deməli, 3-ünü toplamışam. Üstəlik qalıq gəlmişəm. Hər halda bu 2 deyil. Deməli, 12-dir. 12 alınardı. Və ya 22 alınardı. İkisindən biri idi. Ya 12 ya 22. 12 alı ödənməzdi. Çünki 3 A bərabər olardı 11-ə. Bunun A-nın qiymətini tapmaq olmurdu. Amma bu 22 olsaydı, yəni 2 yazıb 2 yadda saxlamış olsaydım, 3 A bərabər olardı 21-ə, A bərabər olardı 7-yə. Aha, ödədi. Deməli, A-nın qiyməti nə oldu? 7. 3 dəfə 7, 21. 1 yadda, 22, 2 yazaq 2 yadda. Bunları bildik. Deməli, Ə-nin qiyməti 2-dir, A-nın qiyməti 7-dir. Bu dəqiqdir. Və bura baxıram. Baxın, 2 yaddan var. 22 yazmışam. 2 yazaq 2 yadda. 2 yadda. Sonra baxın, hərflərdən bir aşağı düşüb. Deməli, D plus D neçə olmalıdır ki, üstə qalıq qalan 2-ni gəlim və S-i gəlim. 20 neçə salınsın? Elə deyil. 20, burada S var. S alınsın. Bu vəziyyət alınmalıdır. Çünki qarşı ikisindən 2-dir. 20 neçələrdədir. Avtomatik bu hal düşünəcəm ki, bunlar 9-dur ki, 9 plus 9 18-i verib, üstə 2 gəlmişim, 20 alınıb. 20-nin üstə nə gəlsəm, keçir sanki sağa tərəfi.
25 gəlsin 25, 6 gəlsin 26. Bu qaydada davam edir. Deməli, mən artıq buradan bilirəm ki, D-nin qiyməti neçədir? 9-dur. 9 plus 9 18. 2 yadda qalıb 20. 20 üstə nə gəlsəm düşür aşağı. İndi D 9 ise R 1'dir. R 1'dir, D de 9'dur. Bir dənə qaldı S'in qiymətini tapmaq. S bunlardan fərqli olmalıdır. İndi S hansı qiymətlər ala bilər? 1 2-ni ala bilməz, 3-ü ala bilər, 4-ü, 5-i, 6-nı, 8-i, 5 dənə qiymət ala bilər. Ən az ehtimal olan tapmalıyım. S D-dən kiçikdir yazılıb. D 9'dur. Bütün qiymətləri 9-dan kiçikdir. Bunun faizi 100%'dir. Yəni 100% ehtimalla bu dəqiqdir. Bunun ehtimalı daha böyükdür. Yəni A variantı 7. S tək ədəddir. 1, 2. İkisi təkdir. 5'də ikisi. 5 ədəddən ikisi təkdir. Deməli bunun ehtimalı 5'də 2'dir. Sonra S 5'dən böyükdür yazılıb. 5'dən böyük olduğu hal 2 dənədir. Yenə bunun ehtimalı 2'dir. 5'də 2'dir. Deməli B necə 7. İkisi də eyni olsa hansını seçsəm? D-də yazıb ki S Z-dən böyükdür. Z bizdə hardadır? Z yoxdur. Böyük ehtimal bu R hərfi olub. R hərfi olub böyük ehtimal. Çünki bizdə burada Z verilməyib. R bizdə neçə idi? Diqqətlə baxırdıq. R 1 idi. Bütün ehtimallarda nə idi bizdə? R 1-dən böyük idi. Deməli bu da vahid ehtimaldır. Tamdır. 1'dir. Bunu da silirəm. Bu 100%'dir. Sonra yazıb ki S-dan böyükdür. A-nın qiyməti 7'dir. 7'dən böyük olduğu cəmin bir dənə ədəd var idi. Yəni 5 dənə ədəddən birində bu hal ödənilirdi. Ehtimal 5'də 1 idi. Deməli ən az ehtimal buradadır. 5'də 1'dir. Doğru cavabımız olur məhz Y variantı. Növbəti 24-cü suala baxırıq. Fiqurlar fərqli bir rəqəmli ədədlərə uyğundur yazılıb. Deməli burada baxın, bir rəqəmli ədəd yazıbsa 0 da ola bilər. Düzü normalda tərəzidə 0'ın olması məntiqsizdir, amma dimin suallarının əksəriyyətində bu tip tərəzilərdə, bu salxım tərəzilərdə 0'dan istifadə edə edir çünki. 7, 8, 9 yazırıq. İndi hardan başlaya bilərik? İndi diqqətlə baxmış olsaq. Baxın, burada aşağı baxsaq, müəyyən qədər tapmaq olar nələrsə. Görürsünüz 2 dənə fiqur 3 dənə fiqura bərabər idi. Bu halda nə deyirdik? Buna x, buna y demiş olsam, 3x bərabər olur 2y-dirsə, y-in qiyməti x-in yanındakı ədəddir, 3'dür. X-in qiyməti y-in yanındakı ədəddir, 2'dir. Minimal olaraq bunlardan istifadə edə bilərik. Yəni mən buna 2 verərəm. Buna 3 verərəm. Onsuz da tərəzim tarazdır. 3 plus 3 6, 2 ilə 3 6. Bunlar oldu 6. 6 plus 6 12. Bura 12 idirsə, bura 12'dən kiçik olmalıdır. Çünki 12 tərəf aşağı düşüb. Deməli ağırdır. Mən buna 1, buna 3 verə bilmərəm. Çünki 3'ü istifadə etmişəm. 2 verə bilmərəm. 2'ni istifadə etmişəm. 3 verə bilmərəm, istifadə etmişəm. 4 versəm. 4 dəfə 3 12. 12 idirsə burada 12'dir. Baxıram ki ödəmir artıq. Deməli mən buradakı 2 3'ü daha böyük qiymətlərlə əvəz etməliyəm. Yoxsa ödəməyəcək. 2 qatı bunun 4'dür, bunun 2 qatı 6'dır. Əgər buna 4 yazsam 3 dəfə 4 12, 6 6 12. 12 12 bizə neçəni verir? 24'ü verir. İndi əgər bu 2 olsa 3 dəfə 2 6, bu gərək 6 olsun, 6'dan istifadə etmişəm. 3 olsa 9 olar. Gəlin görə ödəyərim o zaman. 3 dəfə 3 9, 9 9 18 eləyər, elə deyil. Burada 9'dur, burada 9'dur. 18 24'dən həqiqətən kiçikdir. Burada bir problem yoxdur. Hər iki ödəyir. Deməli, hər iki tapdığım cavablar hansılardır? 4'dür, 6'dır, 3'dür və 9'dur. Keçib digər yerlərə baxmış olsaq, baxın burada belə bir tarazlığımız var. Mən deməli buna 3 versəm, onsuz da 3 vermişəm buna əvvəldən. Buna deməli 1 düşəcək avtomatik. 1 də tapdım, əla. Daha sonra əlimizdə qalıb 0, 2, 5, 7 və 8 qalıb. Burada müəyyən etdiyimiz fiqurları başqa hardasa görürsə yerinə yazacağıq, görmürsə saxlamış olacağıq. 18 24 cəmi bura neçəni verir bizə? Və oradan getməyək, buradan gedək. Bura 3'dür, bura 3'dür. 3 plus 3 6'dır. Bu deməli 6'dan yüngül olmalıdır. 6'dan yüngül olmalıdırsa neçə ola bilər? Baxın, 6'dan yüngül olmalıdırsa bunlar bir-birinə bərabərdir. Mən buna 0 verə bilərəm hələ ki. 0 verə bilərəm. İstifadə etməmişəm 2'ni. Bu 2 olar, bu da 2 olar. 2 plus 0 onsuz da 2'dir. 2 2 cəmdə 4'dür deyə. Bura 4 olar, 4 6'dan həqiqətən yüngüldür. 0'dan 2'ni də tapmış oldum. Keçirəm sağ tərəf bura. Əlimdə qalıb 5, 7 və 8. Bunlardan nələrsə müəyyən etmişəm. Diqqətlə baxıram ki, hələ heç birini müəyyən etməmişəm. Onsuz da 1, 2, 3, 3 dənə fiqurum qalıb. 5, 7, 8'i bura yazmalıyıq. Bura 8, bura 7 yazaram ki 8 7'den ağır olsun, cəm 15 olsun. Burada da bu 7'dir, bu 5'dir. Həqiqətən 7 5 cəm 12'dir. Bura 12'dir. 15 12'den ağırdır. Hamısı ödədir. Heç bir problem yoxdur. 12 15 cəm 27 buradır. 18 24 cəmi. Bu neçə olacaq bizdə?
Bura deməli 20 20 40 12-də burada neçə qalır? 2 32 olmuş olur. Daha doğrusu 42 olmuş olur. İndi 42 də 27-dən ağır deyil. Sol tərəf sağdan ağır olmuş olacaq. Hamısı ödədir. Gətirib yerinə yazıram. 6-dır. Plus işarəsi bizdə 0 idi. 0-dır. Üçbucaq bizdə neçə idi? Üçbucağımız 2-dir. Bu trapesiyamız bizdə 7-dir. Beşbucaqlımız 8-dir. Ağ dairəmiz isə burada yazmışıq 5-dir. Toplasaq 6 2 8 7 15 23 28 alınmış olur. Doğru cavabımız olur A variantı. Və keçir 25-ci suala. Arı nədir? Həşəratlardan biridir. Tısbağa məməlilərdən biri deyil. Şir pənəklərdən biri deyil. İlan kobralardan biri deyil. Kobra ilanlardan biridir. Ardıcıllıq pozulub. Balina balıq deyil. Balina məməlidir. Amma kolibri quşlardan biridir. Deməli burada da cavabımız oldu B variantı. Sınaq 18-də sonun 25-ci sualın izahının sonuna gəlmiş olduq. İlk hissəni bununla yekunlaşdıracağam. Davamında növbəti izah videosunu görmüş olacaqsınız. Növbəti izah videolarında görüşənə qədər hələlik.